Mən burada Rövşən Rızayevə demək istəyirəm ki, əgər desə ki, qaçqın statusu götürürsə, orada nə əzirsən? Niyə şəhidləri incidirsən? Eşitdiyimə görə qaçqınları incidirsən, qaziləri incidirsən. Bəs də əgər nədir, qaçqın statusu götürübsə, çıx get qoy biz bilək ki, sən yoxsun orada, biz başqasının prezidentini qoysun ora. Da bizi bura yığmısan. Sizin qəbulunuzda gəlir, adamları göndərirsən, deyirsən ki, nədir, burada yoxdur, nə 2 aydan sonra, mənə deyirlər ki, 2 aydan sonra gəl onun qəbuluna düş. Bizi sam kişi göndər, bizim məzələlər. Mən buradan cənab prezident demək istəyirəm ki, xahiş edirəm Rövşən Rızayevlə maraqlansın. Bunun başı qaçqınları incitmək, nəmək, hamısı Rövşən Rızayevin işidir. 48 gündür çöldəyəm, mən eşitdiyimə görə, məlumat aldığıma görə Rövşən Rızayevin evinin burada evləri qoyub satdığa. Mən izləyirəm ki, Rövşən Rızayev nə qədər nədir, şəhid ailəsi gülə-gülə gedir, ağlaya-ağlaya çıxır. İncidirsən, sən o boyda analar gözlü yaşlı qalır, şəhidlərimiz var. Qısası yoxdur. Sən kimsən ki onları incidirsən? Sardı getdi.